Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNICEF-in Azərbaycandakı nümayəndəliyi və Regional İnkişaf İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Mənim Sənin, Səsin Mənim hüquqlarım mövzusunda dəmi masa keçirilib. Tədbirdə uşaq səfirləri, şəhid övladları, Respublikanın rayonlarından olan və il ərzində fəallığı ilə seçilən, dövlət uşaq məsələlərində yaşayan, habelə qeyri-millətlərdən olan uşaqlar dəmi masaya onlayn qoşulublar. Tədbirin təşkili ölkədə uşaq hüquqlarının müdafiəsinin təbliği, uşaqların ictimai fəallığının artırılması istiqamətində bu ilin noyabrında keçirilməsi planlaşdırılan uşaqların 5-ci Ümumi Respublika Forumunun işinə hazırlıq məqsədi daşıyır. Bu tədbir hər zaman olduğu kimi bu dəfə də uşaq siyasəti, uşaq hüquqlarının qorunması istiqamətində Azərbaycanda görülən işlərə bir nəzər salmaq, perspektivdə duran vəzifələri müzakirə etmək üçün çox gözəl bir fürsətdir və nəzərə alsaq ki, bugünkü konfransı əsasən uşaqlar idarə edir və onlar bu sahədə görülmüş işləri dəyərləndirəcək, problemləri səsləndirəcək və qarşıdakı özlərinin nəzərdə tutduqları 5-ci Ümumi Respublika Forumuna hazırlıqla bağlı fikir mübadiləsi aparacaq.